Bugünkü gündə Kəmalə Günəşlini toya gətirirsiniz. Şəbnəm Tovuzunu toya gətirirsiniz. Yüzlük dollarları başlarından süzdürürsünüz. Sonra da gedib çıxır qıraqdan ki, Samirənin qızı qayıdıb deyir ki, Kəmalə Günəşlinin adını çəkən Kəmalə Günəşlinin götünü yesin. Elə belə Kəmalə Günəşlinin götünü özü yesin. Birincisi Selkomdur. Kimə lazımdır? Şey oxşur. Ördək var ya o, yaşılbaş ördək, töyük oğlusu. Yaşılbaş ördək oxşur. İkincisi buradan Kəmalə Günəşliyə, Samirənin qızına deyirəm. Ağıllı ol, ağzından çıxanı qulağın eşitsin. Adamın, qadın da olsun sənə hörmət elədilər. Adamın qulağını, burnunu kəsib ağzına parkovka eləyərlər. Ona sözü. Bizim Azərbaycanda analarımız var, bacılarımız var, qeyrətli qardaşlarımız var. Bu nə sözdür sən ağzıma gələn danışsan? Heç o ağzından kəlmə çıxanda bir fikirləşsən ki, nə çıxır? O kəlmə çıxanda onu göydə rəqətka ilə vurardın sən. Tanısan sən.